Əvvəlcə dövlətimizin başçısı Milli Elmlər Akademiyasının rəisət heyətinin üzvləri və Akademiyanın 80 illik yubileyi yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, hörmətli alimlər, mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Akademiya 80 il ərzində böyük yol keçmişdir. Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai, siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sir deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi. Bir neçə yeni elmi tədqiqat institutu yaradılmışdır. Elmin inkişafına böyük vəsait ayrılırdı. Və faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq 100 minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bugün də 10 minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub vətənə qayıdırlar və beləliklə ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi və o vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. Və o da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz Milli Elmlər Akademiyasında olmuşdur 1993-cü ildə və beləliklə o bir daha müstəqil Azərbaycanın, yəni yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. 1 milyondan çox qaçqın, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq yenə də akademiyanın işinə, akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.
Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son 10 il ərzində Azərbaycan elminə ayrılan vəsait 2 dəfədən çox artmışdır. Və mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılırdı. Bir çox addımlar atıldı, akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Burada elmə aidiyyəti olmayan qurumlar ki, bəzi akademiyanın binalarını zəbt etmişlər, buradan çıxarıldı. Böyük yeni elmi kitabxana inşa edilmişdir. Milli ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi tədqiqat institutlarının dediyim kimi təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm fondu hələ 2009-cu ildə yaradılmışdır və o vaxt bu fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstəyin verilməsidir. Qrantlar çərçivəsində elmin inkişafına təkan verməkdir. Elmin inkişafı üzrə milli strategiya qəbul edilmişdir. Elm haqqında qanun qəbul edilmişdir. Dövlət proqramı qəbul edilmişdir. Yəni, bütün görülmüş işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir. Mən 10 il bundan əvvəl akademiyanın 70 illiyində bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində bütün başqa ölkə qarşısında duran vəzifələrlə yanaşı elmin inkişafına da öz dəstəyimi göstərim. Bugün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm, çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş. Dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə son 10 il ərzində bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bugün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bugün biz bu torpaqlarda qrup yaradırıq. Biz bir neçə gündən sonra şanlı zəfərimizin 5-ci il dönümünü qeyd edəcəyik və son 5 il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir və deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki
dövrdən fərqlənir. Bugün sir deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Və bugün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Və burada əlbəttə Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq eləyək və beləliklə bizim inkişafımız dayanıqlı olsun. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar, yəni bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Təbii sərvətlər, hər kəs yaxşı bilir ki, tükənən sərvətlərdir. Gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır. Amma o halda əgər buna sərmayə qoyularsa, o sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bugün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Süni intellekt 10 il bundan əvvəl bu barədə heç kim heç danışmırdı. Bugün artıq bu ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Yəni biz hər zaman əsas aparıcı xəttin, yəni mainstreamin, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bugün reallıqdır. Və burada Azərbaycan alimlərinin əlbəttə ki, fəal iştirakını biz gözləyirik. Digər bu istiqamətdə aparılan islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı geniş miqyasda ölkəmizdə tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir, ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarı ilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə rəqəmsal inkişaf və nəqliyyat nazirliyi adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm. Digər vacib məsələ kiber təhlükəsizliyi ilə bağlıdır. İndi dünyada kiber hücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və kiber təhlükəsizlik mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla bu sahədə böyük təcrübə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə eləyə bilək. Çünki kiber təhlükəsizlik, yəni virtual təhlükəsizlik deyil.
bu hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bugün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımı diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kiber təhlükəsizliyi ilə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Və əlbəttə ki, eyni zamanda bizə qarşı kiber hücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik. Bugün bildiyiniz kimi Azərbaycanda hərbi sənaye sürətli inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır. Bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb eləmişik. Eyni zamanda mənim tərəfimdən də onlara çağırış olub və bugün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir. Amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli, keyfiyyətli, hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsulu ixrac edirik və vəzifə qoyulub ki, bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Həm daxili tələbatı ödəmək üçün, həm ixrac etmək üçün. Çünki bu çox gəlirli sahədir və nəzərə alsaq ki, bugün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır. Hərbi təyinatlı məhsullara əfsuslar olsun ki, bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bugün biz çox fəal işləyirik. Yenə də deyirəm, dövlət və özəl şirkətlərimiz və eyni zamanda Azərbaycan alimlərini də bu istiqamətə biz təbii ki, dəvət edirik. Bizim şanlı vətən müharibəmiz bildiyiniz kimi onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərdə də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə bunu birinci məhz biz tətbiq eləmişik. Bugün bunsuz müasir müharibələri təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bugün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Həm xarici bazarlardan biz bu məhsulları tədarük edirik. Eyni zamanda özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Və burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük
yəni fəaliyyət meydançası yaradılır. Bütövlükdə mən bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Və burada dövlət strukturlarına da göstəriş bu kürsüdən vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bugün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda. Və iqtisadiyyatın inkişafını, sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır və əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər. Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bugün iqtisadiyyatımızın aparıcı, təkan verici qüvvəsi qeyri-neft sektordur. Bu bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Və bugün dünyanın aparıcı reyting agentlikləri iki aparıcı beynəlxalq reyting agentliyi bizim kredit reytingimizi qaldırıblar və bunu investisiya reytinginə uyğun səviyyəyə artırıblar və bu əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bugün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sir deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100%-ni bəlkə də daha çox təşkil edir. Bizdə isə bu cəmi 6%-dən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən ilə artır və bu ildə əhəmiyyətli dərəcədə artıb və 80 milyard dolları ötüb və bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Yəni biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni bu göstəriciyə görə Azərbaycan bugün dünya miqyasında aparıcı yerlərdədir. Və əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlığı bizə imkan verir ki, böyük investisiya layihələri icra edək. Təbiidir ki, bugün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Və bu azad edilmiş torpaqlarda da dünyada misli görünməmiş işlər görülür. Yəni, bu barədə Azərbaycan ictimaiyyəti müntəzəm olaraq məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər, dəfələrlə orada olublar və öz gözləri ilə gedən inkişafı görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir, güclü hərbi potensialı yaratmaq üçün imkan verir. Çünki yenə də demək istəyirəm ki, bugün dünyada qaydalar tamamilə dəyişib, beynəlxalq təşkilatlar, yəni onların bir çoxu işlik vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir və əgər biz hərbi yolla öz torpaqlarımızı azad etməsəydik, hələ bundan sonra 100 ildə icra edilməyəcək. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bugün güc faktoru dünyada aparıcı faktordur. Yəni, bugünkü dünya budur və belə olan halda
təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Və əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq. Bugün yeni sahələr arasında bərpa olunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bugün Azərbaycanda icra edilən, bərpa olunan enerji layihələri çox geniş miqyaslıdır. Təkcə Qarabağ və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyaları inşa edilmişdir. Onların toplam generasiya gücü 300 megawattdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 2 stansiyanın təməli qoyuldu, 100 megawatt. O stansiyaların yanında 240 megawatt gücündə 3-cü günəş elektrik stansiyası inşa edilir. Və bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6000 megawata çatmalıdır. Bu böyük bir sənaye sahəsidir. Sənayenin inkişafının növbəti istiqamətidir və burada da Azərbaycan alimlərini fəal olmağa dəvət edirəm. Geoloji kəşfiyyat işləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi Sovet vaxtında lazımınca tədqiq edilməmişdir. Və tədqiq edilsəydi belə, yenə də o vaxtki texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bugün müasir texnologiyalar peykdən tədqiqat aparır, zondaj aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə ay Qarabağ və Şərqi Zəngəzurda böyük geoloji işləri aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm və hesab edirəm ki, yaxın bir neçə ay ərzində çox yaxşı xəbərlər bizə gələcək. Bizim çox zəngin təbii resurslarımız var. Qızıl, gümüş, mis yataqları, polimetal yataqlar, onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək və Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır. Təbii ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz, əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diaspor tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bugün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyindən danışmışam. Bugün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq etməliyik və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər və bilməlidirlər ki, Azərbaycan xalqının tarixi çox əsirlidir. Dövlətçilik tariximiz, xalqımızın qurub yaratma qabiliyyəti, böyük coğrafiyada Azərbaycan xalqı yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bugün bütün qonşu ölkələrlə
sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır. Və yaşadıkları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bugün heç bir ölkədə Azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Və bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlət üzərinə düşür, ictimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri. Mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradılıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi, təkcə 20-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur, o xəritələrdə Göyçə gölüdür. Və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib eləməmişik ki, kimsə desin ki, biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası eləyib. Həmən o Çar Rusiyası ki, vaxtı ilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox deməli, hətta kiçik həcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var və bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanmallı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çox əsirlik, dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq eləyən, təbliğ eləyən bir çox əsərlərə ehtiyac var. 10 il bundan əvvəl bu kürsüdən eyni zamanda Azərbaycan dili haqqında mən danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb, ancaq desəm ki, vəziyyət tam məni qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik, müstəqil Azərbaycan dövləti. Azərbaycanlıların yaşadıkları müxtəlif bölgələrdə vəziyyəti ilə mən müntəzəm olaraq
tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm və görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan Azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, biz dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Və hər bir millət, hər bir xalq üçün onun ana dili, onun milli mənsubiyyətinin əsas amilidir. Və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün bu ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlmənin gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təhribatdır. Hər ikisi də qəbul edilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidir. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım, çünki bu məni narahat edir. 10 il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm. Həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağım, izləyəcəm, lazımi tədbirlər görəcəm və Azərbaycan alimlərindən də bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm. Qeyd etdiyim kimi bir neçə gündən sonra biz tarixi zəfərimizin 5 illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. 5 il əvvəl 2020-ci ilin dekabrında zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycan suverenliyi tam bərpa edilmişdir və bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürur verici hadisədir. Azərbaycan xalqı bu şanlı zəfərlə bundan sonra əbədi fəxr edəcək. Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illik münasibəti ilə, həm də qarşıdan gələn bayraq günü və zəfər günü münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, uğurlar arzulayıram. Sağ olun.